Salam hörmətli müəllimlər, bugünkü videomuzda would rather, would sooner, would just as soon qaydaları ilə tanış olacağıq. Digər iki ifadə onsuz da would rather-lə eynidir. Bugünkü videomuzda əsas məqsəd would rather ingilis dili qrammatikasında necə istifadə olunur. Bəzən subjunctive moodda istifadə olunur, bəzən sadə feillə istifadə olunur. Nə zaman, nə cür işlənir və hansı mənaları verir? Gəlin birlikdə baxaq, tanış olaq. İlk öncə, ingilis dilində üstünlük vermə bildirir would rather, yəni preference bildirir. Və bu strukturda əsas fikir verməli olduğunuz məqam odur ki, işi görən eyni şəxslərdir, yoxsa fərqli-fərqli mübtədalar varmı? Yəni o məqama daha çox fikir verəcəksiniz ki, would rather-nin sağında, solunda mübtədalar, yəni iş görən eynidir, yoxsa ki, mübtədalar fərqlidirmi? Bax, bu məqamdan çox şey asılıdır would rather-dən sonra bizim verəcəyimiz deməli forma. Məsələn, would rather, would sooner hər ikisi eyni mənaya malikdir. Üstün tuturam, yaxşı olar ki deməkdir. Tamamilə bir-birlərini əvəz eləyirlər. Danışıqda daha çox would rather-dən istifadə edirik. Would rather-dən sonra to infinitiv işlənmir. Yəni biz I would rather to go deyə bilmərik. Would rather hər zaman subjunctive mood cümlələrində də istifadə edilmir. Gəlin biz bu would rather-nin işlənmə qaydalarına baxaq. İlk olaraq, mübtədalar eyni olduqda, yəni mübtədalar eynidirsə, o deməkdir ki, məsələn, I would rather-dən sonra başqa bir mübtəda yoxdur. I would rather you, I would rather Tom yoxdur. Mübtədalar yəni eynidirsə, subyekt yəni ikinci bir mübtəda yoxdursa, o zaman diqqət edəcəksiniz ki, belə durumda özündən sonra fərqli mübtəda işlənməzsə, would rather-dən sonra biz bare infinitiv veririk. Bare infinitiv heç nəsiz feildir. Heç nəysiz. Və would rather-dən sonra heç nəsiz feil veririksə, məna indi və gələcəyə aid olur. Məsələn, I would rather stay at home than go out tonight. Gəzməyə getməkdənsə evdə qalmağı üstün tuturam. Yəni, gəzməyə getməkdənsə yaxşı olar ki, evdə qalım. İnkarında da I wouldn't rather deməyəcəksiniz. İnkarında da would rather not discuss. Yəni, I would rather stay, yaxşı olar dayanım. İnkarında I would rather not stay, yaxşı olar dayanmayım. Yəni, inkarda would rather-dən sonraki feylə not artıracaqsınız. Bax, bura qədər nə öyrəndik? Bura qədər öyrəndik ki, bax, görürsünüzmü, would rather-dən sonra başqa mübtəda yoxdur. Yoxdur, feili heç nəsiz verirsiniz. İnkardı, feili notla verirsiniz. Davam edici formadırsa, o zaman yenə də would rather-dən sonra feil bare formada olur. Ona görə davam edicilər, strukturlar, subjunctivlərdən, modallarda olduğu kimi burada da be ing formasında verirsiniz. Yenə would rather-dən sonra bare infinitiv, yəni be gəlibdir, baxın. Be ing. Məsələn, right now, I would rather be lying on a beach than sitting in this office. İndi deyir, ofisdə oturmaqdansa kaş ki çimərlikdə uzanmış olardım. Yəni, I would rather be, yəni onu üstün, ofisdə oturmaqdansa çimərlikdə olmağı üstün tutaram deyir. Burada would rather-dən sonra başqa bir mübtəda yoxdur, görürsünüz. Bare infinitiv gəlməlidir o zaman. Sadəcə davam edici struktur olduğu üçün be verb ing vermişik. Hələ ki, would rather-dən sonra fərqli mübtəda olmayan versiyasına biz baxırıq ki, would rather-dən sonra başqa mübtəda yoxdursa feil necə oldu? Heç nəsiz, bare infinitiv ya da inkarı notla veririk. Və would rather-dən sonra yenə də başqa mübtəda yoxdur. Məsələn, burada söhbət indi və gələcəyə aiddir. Məsələn, I would rather stay at home, yaxşı olar evdə qalım. She would rather not discuss, yaxşı olar ki o müzakirə etməsin. Məna indi və gələcəyə aiddir. Və yaxud da üçdə də ofisdə qalmaqdansa istəyərəm çimərlikdə olum. Burada da məna indi gələcəyə aiddir. Would rather-dən sonra əgər mübtəda yoxdursa başqa, amma məna keçmişə aiddirsə, baxın, mübtəda yoxdur, məna keçmişə aiddir. Deməli, mübtəda yoxdursa bare infinitiv, məna keçmişə aid olanda have participle to verirsiniz. Məsələn, I would rather not have gone to the party. İnkarlarında qeyd etdiyim kimi sadəcə not artırırsınız. I would rather not have gone to the party. Kaş ki dünən partiyə getməzdim. Yesterday var. Artıq yesterday olduğu üçün I would rather not go deyə bilmərəm. Bare infinitiv. Çünki I would rather not go o deməkdir ki, yaxşı olar bugündən sonra getməyim. Amma dünən yaxşı olar getməzdim. Başqa mübtəda da yoxdur. Onda biz I would rather
have participle to'dan istifadə edirik. Və yaxud she would rather have spent the money on a holiday. Nə deməkdir? The money wasn't spent on holiday. Yəni yaxşı olardı ki, o pulunu tətilə xərcləyərdi. Deməli xərclənməyibdi. I would rather have seen it at the cinema than on DVD. Bunu DVD-dənsə kaş ki kinoteatrda görmüş olardım. Yəni bunu DVD-dənsə kinoteatrda baxmış olardım. Yenə deyirəm, would rather-dən sonra baxın mübtəda yoxdur. Məna keçmişə aid olanda siz özündən sonra have participle to verirsiniz. Have participle to verirsiniz. Məchul növlərin strukturlarında bildiyiniz məchul növdür onsuz da. Necə ki, would rather-dən sonra biz dedik ki, başqa mübtəda yoxdursa heç nəsiz feil gəlir. Davam edicilərdə be doing şəklində olurdu. Məchullarda da be participle to şəklində olur. The candidate would rather be interviewed via Zoom than in person. Namizəd canlı deyil, Zoom vasitəsilə müsahibə olunmağa üstünlük verir. Would rather be participle to, bu da məchul növünü bildirir. İndi sonda bunları yekunlaşdıracağıq. Məchul növ var, amma keçmiş var. Biz yuxarıda nə dedik? Dedik ki, söhbət indi gələcəyə aiddirsə, would rather-dən sonra bare infinitiv gəlir. Keçmişə aiddirsə, would rather, bax bu, would rather have participle to. Məchulluq varsa da have been participle to olur sadəcə olaraq. He would rather have been informed about the cancellation earlier. Yəni, ləğv edilmə barədə kaş ki, daha tez məlumat tutardı. Bura qədər biz, bax, indiyə qədər nə öyrəndik bu qaydaya qədər? Çünki bundan sonra artıq subjunctive mood başlayır. Biz bura qədər öyrəndik ki, would rather, would sooner, would just as soon, buna aid nümunələr yazmamışam. Yəni, istəsəz Cambridge-də falan, yəni var, baxa bilərsiniz. Eynidir, yəni bunların istifadə qaydası. İndi mən adətən would rather istifadə olunur deyib onun üstə izah edirəm. Dedik ki, mənası üstün tuturam, yaxşı olar deməkdir. Və başqa nə öyrəndik? Biz öyrəndik ki, would rather-dən sonra başqa bir mübtəda yoxdursa, müəllimlər, bu subjunctive mood deyil. Would rather-dən sonra başqa bir mübtəda yoxdursa, feili necə veririk? Bare infinitiv. Heç nəyissiz formada feil veririk. Would rather go. I would rather speak. I would rather do. Yox, əgər inkar desək, sadəcə not artırırıq. I would rather not speak. I would rather not go. Bu şəkildə. Davam edici vermək istəsək, yenə would rather-dən sonra be, feili ayıncı artırırıq. I would rather be doing. I would rather be sleeping. Bax, bu şəkildə. Yox, əgər would rather-dən sonra yenə də hələ də mübtəda yoxdur başqa, amma məna artıq keçmişə aiddir. Cümlədə keçmiş zaman göstəricisi varsa, would rather-dən sonra biz have participle to verdik. I would rather have spoken. I would rather have gone. I would rather have spent. Bu, o deməkdir ki, məna keçmişə aiddir. Və müəllimlər, indi isə keçirik subjunctive mood istifadəsinə. Nədir subjunctive moodlarda? Artıq bu qeyri-real, arzu, istək, xəyal bildirən situasiyalardır. Bunları da rahat da tapmaq. Yəni, bayaqdan danışdıqlarımızda would rather-dən sonra mübtəda olmurdu. Bare infinitiv verirdik, keçmişdə də have participle to. Qayda bu idi. Amma mübtədalar fərqli olduqda, yəni, tutaq ki, I would rather, bax, burada I ilə başlamışıq, I would rather you. Would rather-dən sonra artıq fərqli mübtəda var. Sağında, solunda mübtədalar fərqlidirsə, o zaman çox rahatdır. Məna indiki və gələcəyə aiddirsə past verirsiniz, keçmişə aiddirsə past perfect verirsiniz. Vəssalam. Başqa burada elə bir qəliz bir qayda yoxdur. Bir daha qeyd edirəm, would rather-dən sonra heç bir mübtəda yoxdurmu? Biz verdik do. Keçmişdən danışdıq, verdik have done. Amma onlar subjunctive mood deyildi. O ki, would rather-nin sağında, solunda mübtədalar fərqlidir. Onda artıq siz bunu ya past perfect verməlisiniz. Artıq siz I would rather you stay deyə bilməzsiniz, staying deyə bilməzsiniz. Ancaq ya past perfect verirsiniz. Baxacaqsınız ki, məna indi gələcəkdir, verin past. Pastı da necə verirsiniz? Təsdiqdirsə, bildiyiniz qaydalı feillərə et, qaydasılar kökündən dəyişəcək. İnkardırsa da didn't-la verəcəksiniz. Çünki axı biz keçmişi sadəcə not-la yaza bilmərik axı. I would rather you not go deyə bilmərəm. Çünki o keçmişi göstərməliyəm. Onu da didn't go-la göstərəcəksiniz. Example-lara baxaq. I would rather you stayed at home tonight. Kəş ki, bu axşam evdə qalasan. Amma o deməkdir ki, qalmırsan. Subjunctivlər bilirsiniz də, reallıqla üst-üstə düşmür. Sonra, I would rather you didn't go out tonight. Yaxşı olardı bu axşam gəzintiyə getməzdin. I would rather you didn't smoke in here. Deyərsiniz ki, in here olur ki, yəni here olanda adətən inə ehtiyac yoxdur, in zərf kimi istifadə oluna bilər amma ki, burada içəridə yaxşı olar ki, sən siqaret çəkməzdin, çəkməyəsən.
Baxın, would rather-dən sonra I would rather you. Başqa mübtəda gəldiyi üçün mən nə edirəm? Söhbət indi gələcəkdən gedir deyib hamısı keçmişdə verdim. Tim would sooner I returned. Burada Tim, burada isə would sooner-dən sonra I. Mübtədalar fərqlidirmi? Bəli. Söhbət indi gələcəkdən gedir, veririk past. Yəni Tom istərdi ki, onun kamerasını mən qaytarım, amma qaytarmıram deməkdir. Bax belə. Və mübtədalar fərqlidirsə, söhbət indi gələcəkdən gedəndə nə verdik? Past simple verdik. Mübtədalar fərqlidirsə, söhbət də keçmişdən gedirsə, o zaman da past perfect veririk. Baxın, məsələn, I would rather you. Yenə mübtədalar fərqlidir. I, bir də you gördüyünüz kimi. Və söhbət yesterday, keçmişdən gedir. Daha deməyin, ay müəllim, yesterdaydən keçmiş bitmiş olar. Bunlar subjunctive qaydasıdır. Subjunctivlərdə past subjunctivlər var, past perfect subjunctivlər var. Burada real zamanla üst-üstə düşmür. Ümumiyyətlə, subjunctivlərdə söhbət indi gələcəkdən gedir, unrealdır, past veririk. Söhbət keçmişdən gedir, past perfect veririk. Bu da həmin qaydadır. I would rather you hadn't rung me yesterday. Kaş ki sən dünən mənə zəng vurmazdın. Nəyə görə keçmiş bitmiş verdi? Çünki söhbət keçmişdən gedir. I would rather this whole thing. Bax görürsünüz, I bir mübtəda. Would rather-dən sonra this whole thing. Fərqli mübtəda var. Ona görə də fərqli mübtəda var. Söhbət indidən geçsəydi past verəcəkdim. Keçmişdən gedəndə past perfect veririk. Yəni, deyəcəksiniz, burada mən nə bilim ki, keçmişdən gedir. Sizə düşən testlərdə o situasiyanı açacaqlar. Ki, yəni siz biləcəksiniz də söhbət indidən gedir, keçmişdən gedir. Verməsələr elə mənaca hansı düz gəlir onu yazacaqsınız. I would rather this whole thing had never happened. Mənadan görürsünüz ki, artıq baş vermiş bir şeydir. Deyirsiniz, kaş ki bu bütöv bu şey heç baş verməmiş olardı. Heç baş verməmiş olardı deyirsiniz. Daha sonra baxıram, I would rather deməli danışıqda sadəcə olaraq I'd rather kimi istifadə olunur. Özdə imtahanlar qısaltmanı çox sevir. Burada yenə də qeyd yazmışamsa eyni şeydir. Bayaqdan dediklərimdir. Would rather-dən sonra birbaşa feil gəlir müəllimlər. Bax, would rather-dən sonra mübtəda yoxdursa, birbaşa heç nəsiz feil verin. Do, go, speak verin. Zaman fərqi yoxdursa. Yox, görürsünüz ki, məsəl üçün özdə feili to-suz məsdər verirsiniz. Amma gördünüz ki, söhbət keçmişdən gedir, onda da have participle to verdiniz. Amma would rather-dən sonra artıq başqa bir mübtəda varsa, o zaman dərhal nə edirdik? Söhbət indi gələcəkdən getsə past, keçmişdən getsə past perfect verirdik. Baxın, burada cədvəl formasında belə, sxem formasında ümumi dediklərimin hamısını yekunlaşdırmışıq. Baxın. Would rather-dən sonra heç nəsiz feil. Mübtədalar eynidir. Bax, başqa mübtəda yoxdur. Neynədim? Would rather-dən sonra heç nəsiz feil verirəm. I would rather stay. Yaxşı olar qalım, evdə qalım. Bu subjunctive mood deyil. Reallıqla üst-üstə düşür. Sonra inkarda desəm sadəcə feilin önünə not artırıram. Yenə də bax, mübtəda eynidir. Would rather-dən sonra fərqli heç bir mübtəda gəlməyibdir. İnkarında not artırıram. I would rather not stay at home. Yaxşı olar evdə qalmayım. Reallıqla üst-üstə düşür bunlar. Sonra mübtəda eynidir, amma məna keçmişə getdi. O zaman would rather have participle to verdik. Yuxarıda bunların hamısını dedim. İndi ümumiləşdiririk. I would rather have stayed at home. Yaxşı olar, evdə qalmış olardım. Tutaq ki, dünən. Would rather-dən sonra, bax, buradan bu tərəf artıq subjunctive mood qaydasıdır. Buradan bu tərəf. Niyə? Artıq would rather-dən sonra, burada mübtəda yox idi, heç nəsiz feil. Burada da heç nəsiz feil. Burada da mübtəda yox idi, söhbət keçmişdən gedirdi, have participle to. Amma would rather-dən sonra artıq subject gəlirsə, fərqli subject. Sağında solunda mübtədalar fərqlidirsə. Məna indi gələcəyə aid olanda verdik past. Məna keçmişə aid oldu, verdik past perfect. İki alternativ arasında birbaşa müqayisə aparmaq üçün də zən bağlayıcısından da istifadə olunur would rather-də. Özdə paralellik qorunur. I would rather, tutaq ki, özündən sonra buranı heç nəsiz feil alır, zəndən sonra da olduğu kimi heç nəsiz feil alır. Yəni hər ikisi bare infinitive formasındadır. İndi isə gəlin öyrəndiyimiz qaydaları test üzərində tətbiq eləyək. Görək, testlərdə siz videonu saxlayıb da testləri işləyə bilərsiniz. Mən sizə keçim testlərin izahına. Gəlin baxaq bax birinci sualımıza. Birinci sualda deyir ki, the landlord would rather we. Əgər dedik ki, would rather-nin sağında landlord bir mübtədadır, görürsünüz. Solunda, sağında mübtədalar fərqli. Burada da we-dir. Yəni eyni deyil də. Would rather-dən sonra mübtəda olmasaydı, fərqli olmasaydı, deyərdi ki, heç nəsiz feil olacaq. Amma siz would rather-dən sonra fərqli mübtədalar görürsünüzsə, burada söhbət indi gələcəkdən getsə past, keçmişdən getsə past perfect verirsiniz. Bunun başqa da bərbəzəyi yoxdur.
Cümləyə də baxıram, last week keçmişdən gedir. Mübtədalar fərqlidir. Söhbət keçmişdən gedirsə, cavab past perfect, yəni olacaq B variantı. İkinci suala baxaq. Əvvəlcə testi özünüz işləyin, cavabı tapın, sonra izaha qulaq asın. Cümləni ən yaxşı variantla tamamlayırıq. To be honest, I would sooner. Dedi ki, would rather, would sooner bunlar eynidir. Bax, mən baxıram. I would sooner ya da I would rather. Özündən sonra mübtəda görürsünüz fərqli. Yox, görmürsünüz. Deməli, would rather, would sooner bunlar qətiyyən to almaz, qətiyyən ayıncı almaz, heç nəsiz feil almalıdır. Şəkilçisiz, heç nəsiz bare infinitive almalıdır. Mütləq şəkildə. I would rather, I would sooner work olacaq. Və dedi ki, paralelliyi qoruyuruq. Bura nə vermişsiniz, burada onu verirsiniz. Ona görə də burada to'lu variant da gedir. Doğru cavab nə qalır? C variantı. Üçüncü testə baxaq. Which of the following is grammatically correct? Aşağıdakıların hansı qrammatik cəhətdən düzdür? Baxıram. I would rather you to tell. Would rather'lərdən sonra biz to istifadə etmirik. Bu bir. İkincisi, I bir mübtədadır. Would rather'dan sonra fərqli mübtəda var. Mübtədalar fərqlidirsə, söhbət indidən gedəndə mən bunu past tense verməliydim. I would rather you told me the truth deməliydim. 1 getdi. 2. He would sooner she didn't waste all the 2 years ago. Baxıram. He fərqli mübtədalar var. Yenə he, she. Mübtədalar fərqlidirsə, söhbət indi gələcəkdən getsəydi past, keçmişdən gedəndə past perfect verməliydik. Ona görə B-də səhvdir. C variantı. My brother would rather. Baxın, would rather buranı heç nəsiz feil verib, buranı da eyni verməlisiniz. Paralelliyi qorumalıydınız. D variantı. I would rather not have confessed my secrets to a total stranger. Tam da bir yad özgəyə gərək sirrimi verməzdim. D variantı düzdür. Niyə düzdür? Baxıram. I would rather demişəm, amma başqa bir mübtəda yoxdur. Söhbət məndən gedir. Başqa bir I would rather you demirəm, he demirəm, Tom demirəm. Və biz dedik ki, would rather'dan sonra mübtəda yoxdursa heç nəsiz feil olur. Amma indiyə qədər olmuş keçmiş hadisədən bəhs ediriksə, have participle to veririk. İnkardırsa da önünə not artırırıq. Deməli, mən indiyə qədər sirrimi kiməsə deyib, indi peşman olmuşam ki, deməzdim. I would rather başqa mübtəda yoxdur, söhbət keçmişdir deyə have participle to verdik. Aydındırmı? Aydın olar. Y variantı niyə səhvdir? We would sooner you. Burada we, burada you. Mübtədalar fərqlidirsə, söhbət indi və gələcəkdən gedəndə past verməliydik. Paid etməliydik. Doğru cavab 3-cü testdə D bəndi. 4-cü test tapşırığımıza baxırıq. Are you going to confront the neighbor about the noise? Sən bir səs-küy barədə qonşu ilə üzbəüz gələcəksən, dava edəcəksən. I would rather we. Mən baxıram. I would rather we. Mübtədalar fərqlidir. Mübtəda fərqlidirsə, mənim 2 alternativim var. Ya past, ya da past perfect, PP. Söhbət indi gələcəkdən, baxın, gələcək göstəricisi var. Deməli, vəssalam, mən indidən gələcəkdən gedib mübtədalar fərqlidirsə nə verəcəm? Past verəcəm. Götürürsünüz, bir dənə past A variantındadır. Would rather'dan sonra başqa bir mübtəda olmasaydı avoid verərdik. Onsuz da will vermirik. Mübtədalar fərqli olub, burada da was olsaydı, keçmiş zaman olsaydı, onda D verərdik, past perfect. Ona görə digər variantlar səhvdir. Sual 5. Chef would sooner. Baxırsınız, would sooner, would rather. Bir dənə mübtəda var, özündən sonra fərqli bir mübtəda yoxdur. Yəni mübtədamız eynidirsə, nə edirik? Qətiyyən would rather, would sooner ayıncı almaz, to almaz, kept almaz, heç nəsiz feil alır. Digərini də paralelliyi qoruyuruq, yəni heç nəsiz veririk. Doğru cavabımız olacaq B bəndi. 6-cı test tapşırığıma baxıram. The captain would rather. Yenə də baxırıq ki, subjunctive would deyil. Çünki kapitan would rather deyir. Would rather'nin sağında, solunda fərqli mübtədalar yoxdur. Would rather'dən sonra ayrı bir mübtəda gəlməyibsə, söhbət indi gələcəkdən getsə verməliyik live,
Keçmişdən getsə have left verməliyik burada. Çünki biz qayda öyrəndik. Fərqli mübtəda yoxdursa, o zaman heç nəsiz feil. Amma söhbət baxın keçmişdən gedəndə have participle to veririk. Və salam. Burada bir dənə cavab qalır have participle to. O da B variantı. Daha burada to falan vermirsiniz. ING vermirsiniz. Cavab B. Sual 7. My sister would sooner I. Baxıram. Would razə, would sooner. Mübtədaları fərqlidir. Bir tərəfində my sisterdir, bir tərəfində I-dır. Qısa yoldan gedəndə would razənin, would sooner'nin mübtədaları fərqlidirsə, burada iki şey ola bilər. Bunlar ya past subjunctivedir, ya past perfect subjunctive. Söhbət indi gələcəkdən gedirsə, verin keçmiş. Söhbət keçmişdən gedirsə, needed. Onda verin past perfect. Mən də burada söhbət needed keçmişdən getdiyi üçün mübtədalar da fərqlidirsə, variantlarda past perfect axtarıram. O da Y variantı. Amma burada söhbət indidən, gələcəkdən getsəydi hansı variant olacaqdı sizcə? Deyirsiniz ki, mübtədalar fərqlidirsə, söhbət gələcək olsaydı, onda A olardı, didn't borrow. Amma söhbət keçmişdən gedəndə past perfect veririk. Da digərlərini heç düşünməyin ki, niyə don't olmadı, niyə not olmadı. Don't onsuz da olmayacaq, elə vermirik biz. Biz would soon-nədən başqa ayrı mübtəda olmasaydı, hə, not borrow verərdik. Söhbət indi gələcəkdən getsə. Cavabımız oldu Y. 8. Düzgün strukturu seçməliyik. I would rather the dog. Yenə would rather'nin sağında, solunda mübtədalarımız fərqlidir. Əgər would rather'nin sağında, solunda mübtəda fərqlidirsə, ancaq iki şey olur. Söhbət indi və gələcəkdən gedirsə, past. Baxın, burada da görürsünüz, indi gələcəkdən gedir. Götürüb past tense yazırsınız ora. Bir dənə past tense var, o da budur. Da özünüzdən uydurmayın, I would verdim, I nə bilim, had participle to, yox. Past perfect tanıyırsınız da, keçmiş past perfect keçmiş bitmişdir. Past simple da keçmiş sadədir. Bizdə would rather'nin sağında solunda mübtədalar fərqlidirsə, söhbət indidən gedirsə bildiyimiz simple past veririk. O da təsdiqdə olardı slept, inkarda olur did not sleep ya da didn't sleep. Cavab olur A bəndi. Digərləri niyə deyil? Çünki would rather'dən sonra başqa mübtəda olmasa not sleep deyərdim. Söhbət keçmişdən getsə hadn't sleep deyərdim. Bunlar da gedir onsuz da. Baxırıq 9-cu test tapşırığına. 9-cu test tapşırığında deyir ki, düz variantı seç. I would rather qrammatik cəhətdən, yəni düzü seçirik. Bax, I would rather you didn't smoke in the car yesterday. Would rather'nin, bax, I would rather burada you deyir. Sağında, solunda mübtədalar fərqlidirsə, ancaq iki şey olar. Söhbət indi və gələcəkdən getsə keçmiş, amma keçmişdən getsəydi, past perfect olardı, hadn't smoked olardı. A səhvdir. B variantı. Would you rather? Bəli, bu B variantı düzdür. Burada wasn't da olar, amma adətən weren't olur. İndi bir ilmiqə bu subjunctivi was'dan da salıblar. İstifadə olunur yəni, amma adətən were olur. Subjunctivlərdə bütün şəxslərdə normalda were olur, amma yəni was olsa da səhv deyil. Baxın, would you rather I? Nə olsun ki, sualda önə keçibdir. Yenə də would rather, would you rather, burada you, burada I. Mübtədalar fərqlidir. Biz də dedik ki, mübtədalar fərqlidirsə, söhbət indi gələcəkdən gedəndə pas veririk. Burada da to be feilidir, xəbərimiz ona görə pas vermişik. Söhbət keçmişdən getsəydi, had been verəcəkdik, past perfect verəcəkdik. Would you rather I wasn't honest with you? Sən istərdin ki, mən sənə dürüst olmuyum? I weren't də deyə bilərdiniz. Bu tamamilə düzdür. Mübtədalarımız fərqlidir, pas vermişik. Çox uzun-uzun təkrar vurğulayıram. Ümid edirəm sizi bezdirmirəm. Mən özüm olsam da yorularam. Sadəcə bu qaydanı o qədər soruşubdu ki, müəllimlərimiz ki, heç cür yadımızda qalmır. Təkrar vurğulamağımın məqsədi əbədi olaraq beynimizə həkk olmasından ötürüdür. Deməli, baxıram indi C variantına. She would, bəzən would razəni vurğulamaq üçün much razı deyə bilərsiniz. Eyni şeydir. She would much rather they don't. Onsuz da biz dedik ki, would rather'dən sonra, bax, would rather'dən sonra. She, burada da they. Mübtədalar fərqlidirmi? Hə. Mübtədalar fərqlidir. Söhbət indi gələcəkdən getsəydi keçmiş, keçmişdən gedəndə past perfect verməliyəm. Mən don't ümumiyyətlə vermirəm burada. Don't söhbəti yoxdur. D bəndi. He would sooner, dedik would sooner, would rather eyni şeydir. Özündən sonra niyə ing alsın ki? Heç nəsiz feil almalı idi.
Y-yə baxıram. We would rather they hadn't told to us. Told to us. Bax, burada qrammatik səhv var. Heç vaxt verməyin belə. Tell to someone. Tell'dən sonra tell someone to do something. Tell'dən sonra gələn feili kompleks obyektdə feili to ilə verərsiniz. Amma siz belə to us deməyiniz, yəni burada qrammatik nöqsan var deyə mən Y variantını götürə bilmirəm. Cavab B-dir. Tell someone olmalıydı. Tell someone to do something. Order someone to do something. Ask someone to do something. Someone'ın önüne to artırmayın. 10-cu sualımıza da baxaq. Əvvəlcə testi işləyin, daha sonra incorrect. İndi biz burada səhv variantları axtarırıq. I feel embarrassed about what happened. Baş verənlərdən utanıram. And would rather. Deməli bizə demək istəyir ki, I would rather the event. Bəli, I would rather. Would rather'dan sonra başqa bir mübtəda gəlib. The event. Mübtədalar fərqlidir. I would rather were forgotten. Kaş ki unudula. Bəli, burada tamamilə doğrudur. Niyə? Çünki would rather'dən sonra ayrı bir event mübtəda var. Mübtədalar fərqlidir. Kaş ki unudula deyirəm. Deyirsiniz ki, müəllim, burada keçmiş var axı. Həmişə mənaya baxın müəllimlər. Mənaya bax, deyir ki, keçmişdə baş vermiş şeyə görə mən indi utanıram. İndiyə qədər axı unudulmayıbdı. Unudulmayıb deyib utanıram da. Ona görə deyirəm ki, kaş ki unudula. Söhbət indi gələcəkdən gedəndə mübtədalar fərqlidirsə nə verdik? Past verdik. Ona görə də 1 düzdür. 2. I have arranged a meeting for the end of the July. İyul ayının sonu üçün bir iclas təyin etmişəm. I would sooner it were earlier if possible. Kaş ki biraz tez ola, mümkün olsa. Bəli, I would rather, mübtədamız I, would sooner sonra it. İkinci fərqli mübtədalar varsa, söhbət də keçmişdən getmir ki. Görürsüz, kaş ki tez ola. Söhbət indi gələcəkdən gedir. Mübtədalar fərqlidirsə nə veririk? Past veririk. Cümləmizin də xəbəri to be deyib past vermişik. 2 düzdür. 3. How about a drink? Bir içkiyə nə deyirsən? I would rather have something to eat. Yaxşı olar ki, nəsə yeyim. Baxın, burada I would rather'dən sonra mübtəda görürsünüz, mən görmürəm. I would rather you demir, I would rather he demir. Biz də dedik ki, bax bu have də sizi çaşdırmasın. Çünki cümlənin əsas feilidir have. Burada have participle to yoxdur. Söhbət indi gələcəkdən gedəndə başqa da mübtəda yoxdursa, sadəcə would rather bare infinitive olur. Have-in də bare formasıdır da elə have. I would rather have something to eat. Amma mən desəydim ki, müəllimlər, desəydim ki, yaxşı olardı ki, dünən yeməyə nəyimsə olardı. Dünən yemiş olardım, dünən ac qaldım. Başqa mübtəda yoxdur. I would rather, onda belə verəcəkdiniz. Bax, have participle to olmur. Onda bu əsas feil have, participle to da had olacaqdı. I would rather have had something deyəcəkdiniz. I would rather have had something to eat. Hə, have participle to olsa onda bilin ki, söhbət keçmişdən getdi. İndi burada bare infinitive verdik, söhbət indidən gələcəkdən gedir. Okey, düzdür. 4. I would. Dedik ki, I wouldn't rather olmur. Belə olmur. I wouldn't rather go out tonight. Necə olur? Would rather'dan sonra mübtəda verməmişik mi? Bəli. Dedik ki, təsdiqdə I would rather go. İnkarda I would rather not go. Daha belə I wouldn't rather yox. 4 səhvdir. 5. Tomorrow's difficult. Sabah çətindir. I would rather you came next week. Sabah çətin olacaq deyir. Yaxşı olar sən gələn həftə gələsən. Okey. Zaman baxıram, sonra baxacam. I would rather you. Would rather'ın sağında solunda mübtədalar fərqlidirsə, söhbət indi gələcəkdən gedirsə pas veririk. Ona görə 5 düzdür. Amma desəydi yaxşı olardı, sən keçən il gəlmiş olardın. Onda nə verəcəkdiniz? I would rather you had come deyəcəkdiniz. Past perfect. 6. My wife would rather we didn't see each other anymore. Həyat yoldaşımın fikrincə gərək daha biz bir-birimizi görməyək deyir. 6-da baxıram ki, my wife would rather. Bax, burada my wife həyat yoldaşımdır. Burada isə we'dir. Həyat yoldaşım və biz. Fərqli mübtədalardır da, düzdürmü? Bəli. Would rather'ın sağında solunda mübtədalar fərqlidirsə nə edirdik? Söhbət indi gələcəkdən gedəndə keçmiş veririk. İnkardadırsa da didn't fail veririk. Bu da ona görə tamamilə düzdür. Yəni bugündən sonra görməyək bir-birimizi. Kaş ki görməyək. She would rather had spent the money on a holiday. Money, yaxşı. Nə dedim? Had spent. Diqqətlə qulaq asırsınız. She would rather. Baxıram. She would rather. Would rather'dan sonra müəllimlər mübtəda görürsünüz, görmürsünüz. Heç mən də görmürəm. Biz nə dedik? Would rather'dan sonra mübtəda yoxdursa, heç nəsiz feil veririk. Heç nəsiz.
İndi gələcəkdən getsə, mən deməliyəm ki, I would rather spend deməliyəm. Yox, söhbət keçmişdən getsəydi, I would rather have spent deyərdim. Amma siz past perfect verə bilməzsiniz. Biz nə zaman past perfect verirdik? Would rather'nin sağında, solunda mübtədalar fərqli olardı. Söhbət keçmişdən gedərdi. O zaman biz past perfect verərdik. Ona görə 7-də səhvdir. Cavab nə oldu? 4-7 A variantı. Məncə 10 dənə test tapşırığı bəs edər. Mudrazə haqqında izahımız bu qədər. Ümid eləyirəm ki, ay müəllim çox qarışıqdır, heç nə başa düşmədim deməyəcəksiniz. Yəni belə deyim sizə, əgər izah aydın olmazsa təkrar baxarsınız və ya internetdən artıq özünüz araşdırarsınız. Mən mümkün qədər sadə dildə sizə Mudrazə haqqında ən önəmli qaydaları çatdırmağa çalışdım. Testlər üzərində də praktika etdik. Ümid edirəm ki, hər biriniz üçün faydalı oldu. Sağ olun, özünüzə yaxşı baxın.